Bax, 39-cu misalda deyir, bütün ədəd oxunda təyin olunmuşdur. Əsas dövrü 9-a bərabərdir. Tək funksiyadır. İfadəsinin qiymətini hesablayın. Danışmışıq ki, tək funksiyada sabit olmaz. Sabit olmadığına görə həmişə tək funksiya 0-da 0 alır. Bax, tək funksiya 0-da 0 alır, əlif. Deməli, sən də dövrün deyirsən 0-a bərabərdir, daha düzdür. Dövrün 9-a bərabərdir artıq. Deməli, bu ifadəni istəyir səndən cavabını, düzdür mü? Təkdirsə işarə dəyişməyəcək. Gəlin baxaq, gəlin baxaq. Deməli, təkdirsə deyirsən, təkdirsə 0-da nədir deyirsən cavabı? 0. Yazıram, 0-da 0. Salam. Sonra, dövrü 9-a bərabərdirsə, mənim də deməli 18-ə ehtiyacım vardısa, deməli bu dövr eləyəcək. 0-ın üstünə 9 gələcəm, 9 eləyəcək. 9-da da cavabı yenə 0 olacaq. Sonra bir də dövr eləyəcək. 18-də cavabı 0 olacaq. Yaxşı, bunu bildik. Yerinə gətirib 0 yazıram arşalar. Yekə bir dənə 0. Sonra görün nə ifadəmiz qalır? -5. Bu misalın təhlükəsi nədədir? Digər misallarda bizə filan qiymətdə filan şey alır demişdi. Amma burada heç bir qiymətində hansısa bir qiyməti alır söhbət eləməyib. Eləmədiyinə görə bu digərlərindən fərqlidir. Bərabərdir. İndi bundan danışmağa gedirəm. Deməli, mənim F14'üm var. Məsəl üçün F14'də məsəl üçün nəsə bir A qiyməti alıbdır. Bilmirəm da nə. 9 daxı dövrü təhdid söhbəti eləkdir, təhdid düzdürmü? Bunu bildik. İndi mənfiyə doğru o üst tərəfə getməliyik bir dənə də. Deməli, mənfi 14'də. Düzdürmü? 9 çıxsaq nə qalar mənfi 14'də? Mənfi 23. Yox, 14'də nədir? Çıxdım 9. Onda 25. 5 qaldı mı 5? 5'dən bir də 9 çıxanda nə qalacaq? Mənfi, düzmü dedik? Tərsinə dedik. Mənfi 9 çıxmırdı. Nətər, gözdə görün bizə dəqiqə. Bizim bir dənə də ehtiyacımız var nəyə? F mənfi 5'ə, düzdürmü? Bax, mənfi 5'in üstünə 9 gəldik, neylədir? 4. 4'ün üstünə bir də 9 gəldik. 11. Simetriya ilə eləməliyik, eləmi oldu? Yaxşı. Ona mənfi 5'dən nə qiymət alıbdırsa, deyək ki, tək deyir, yaxşı olar, tək deyir. Mənfi 5'dən alırsa, müsbət 5'də də həmən qiymət alınır mı? Buradan başlayır. Bax, deyirəm, mənfi 5'də nə qiymət alıbsa, müsbət 5'də də həmən qiymət alacaqdır mı? Düzdür mü? Yox, işarəsini dəyişəcəyik, mi? Yaxşı. Mənfi 5'də almışdısa, müsbət 5'dən alır, mənfi alır, düzdür. Sonra gör nə deyirik? Deyirik ki, 5'də cavabı mənfi aldısa, 14'də də cavabı yenə mənfi olmalıdır. Aydındır, prosto başlamış yerini düzgün başlamış.